Müsahibimiz Xankəndi Futbol Klubunun qalkiperi Qurban Məhərrəmovdur. Qurban, təbrik edirəm ilk öncə. Bugün debüt etdin komandanın heyətində, yeni komandanın heyətində və komanda vacib qələbə qazandı. Dəyərləndirərdin zəhmət olmasa. Həm komandanın oyununu, həm də həyəcan var mıydı? Bu mənim üçün ilk oyun oldu, ilk rəsmi oyunum oldu. İnşallah bundan da yaxşı nəticələrə gedərik. Bu oyuna hazırlaşmışdıq. Əslində bilirdik çətin olacağımızı. Çünki rəqib birinci dövrədəki Arasaatlı deyildi. Yaxşı oyuncular transfer ediblər. Qaçan oyuncuları var, işləyən oyuncuları var, əzmkar oyuncuları var. Şükür Allaha, amma bizim üçün də xeyirli oldu, yaxşı oldu. Çətin qələbə olsa belə biz bunun öhdəsindən gələ bildik. Ona görə də komandanı təbrik edirəm. Mənim üçün də bu əlamətlər oldu. Yəni birinci oyun idi. Onun üçün şadam. Sevinçlisən. Sanki Qaradağ Rüdbatan oyunundan sonra o gərginlik var idi komandada və bu oyunda da biraz rahatlığa çevrilmişdi. Nə deyə bilərsən? Gizlətməyəcəm, əslində elə bir şey var idi. Yəni uşaqlarda biraz böyük bir qələbədən sonra biraz boşalma olur. Ona görə də ki, normal bir şeydir. Amma şükür Allaha bunun öhdəsindən gəldik. Bir komanda olaraq uşaqlarımız bir yerə yığıldı. İkinci isə də bunun öhdəsindən gəlib qələbə qazana bildik. Amma yəqin ki, bu oyunda sizə həm təcrübə, həm də bir dərs nöqteyi nəzərindən. Təbii ki, məsələn, Xankəndi istənilən yerdə gedən, keçən tur birinci yerdə gedən komanda ilə görüşürdünüz. Bu tur sonuncu yerdə gedən komanda ilə. Demək ki, bu futboldakı bir deyim var. Hər komandaya eyni yanaşmaq lazımdır. Bu dərs olar yəqin. Əlbəttə ki, yəni onu öz aramızda da danışmışdıq. Oyundan qabaq da ki, hər kəsə, bütün liqada hər bir komandaya eyni yanaşmaq lazımdır. Olsun ki, birinci yerdə gedən Lökbatan oldu, axırıncı yerdə gedən Arasaatlı ilə boş yanaşmalıyıq. O, yəni düzgün yanaşma deyil. Yəni o futbolda olan bir şeylərdir. Bunun təcrübəsi daha çox olanlar da bilir. Yəni bu futbolda hər şey ola bilər. Onun üçün də yəni şükür Allaha ən azından bacardıq. Yəni əsas 3 xal aldıq. Yəni qələbəni qazandıq. Oldu. Təşəkkür edirəm sənə də komandanda uğurlar. İnşallah.